Tesla'da həqiqətən bir geriləmə var. 2022-ci ildən bəri yəqin ki, ən böyük enişlərdən birini yaşayıb. Hər il satışlarını 50% artıran, davamlı böyüyən bir şirkətdən danışırdıq. Amma indi birinci rübə etibarilə yenidən eniş müşahidə olunur. Bunun səbəbi nə olursa olsun, Tesla hazırda avtomobil istehsalçısı kimi uğurlu deyil. Amma məsələ təkcə avtomobillə bitmir. Məsələn, artıq Tesla bir enerji saxlama şirkətinə çevrilib. Bu sahə trilyon dollarlıq bir sektordur və Tesla bu sahəyə yönəlib. Üstəlik, çox sürətlə inkişaf edir. İlk rübə etibarilə 10 gigavat saatlıq enerji saxlama sistemi satışı həyata keçiriliblər ki, bu da çox böyük göstəricidir. Bunun bir də süni intellekt tərəfi var. Süni intellekt sayəsində iyun ayından etibarən avtonom sürüş prosesi başlayacaq. Burada da yeni trilyon dollarlıq bir bazar mövcuddur. Yay aylarında satışa çıxacağı gözlənilən ucuz Tesla modelindən də danışılır. Onun həm Berlin, həm də Çində istehsal olunacağını bilirik və bu modelin nə qədər zəruri olduğunu bu rübün hesabatında açıq şəkildə görürük.